Hər kəsə təkrar salam. Bu dərsdə arxa ayaq əzələlərimiz üzərində çalışacağıq. Yəni yoqaya başlayanlar daha çox hanuman etmək istəyirlər. Ona görə də biz də arxa ayaq əzələmiz üzərində kiçik də olsa bir çalışma edəcəyik. Öncəliklə ayaqlarını önə doğru uzadaq. Oturdun, ayaqlarını uzatdın önə doğru. Nəfəs aldın, qollarını yuxarıya doğru qaldırdın. Nəfəsi verərkən önə doğru qatlanırsan. Yenə qatlanarkən onurğanın uzun olmasına diqqət edirsən. Bu şəkildə gəlib qatlanma. Onurğanı uzun tut. Uzun tutdun. Bura qədər gəlsən belə tamamdır. Yəni bundan o tərəfə getməkdən ötürü beynini qoz birləşdirmə. Onurğa uzun və irəliyə doğru getdim. Gedə bildiyim qədər getdim. Yavaş-yavaş gedirəm. Və ayaqlarımı da, üst ayaq əzələlərim aktiv ki, dizlərimi bükməyim. Dabanlarımla da yeri itələyirəm, ayaq barmaqlarım özümə tərəf baxır və gedə bildiyim yerə qədər gedirəm, qarnımı yaxınlaşdırmağa çalışıram. Yəni, bunu tez eləməyin, bu deyil istəyimiz. İstəyimiz irəliyə uzanaraq getməkdir. Və buradan da çanaq əzələlərində arxada dartındığını hiss edəcəksiniz. Bu şəkildə. Önə doğru getməkdə əgər çətinlik çəkirsinizsə, nə edə bilərsiniz? Divarın önünə keçirəm. Oturdum burada, ayaqlarımı uzatdım. Tam divara doğru belimi söyküyürəm. Nəfəs aldım. Nəfəs verərkən qabağa doğru getdim. Gedə bilmirəmsə, əllərimlə arkada dəstək alıram özümdən və itələyirəm özümü qabağa doğru. Baxın, görün nə qədər irəliyə doğru gedə bilirəm və onurğam düz bir şəkildə. İrəliyə doğru getdim və buradan sonra başımı buraxa bilərəm artıq. Ayaqlarımın altında yerə möhkəm basıram. Bu birinci hərəkətimiz. Daha sonra təkrar yerimizə qaydaq. Gəldim dörd ayağa. Sağ ayağımı qoydum yerə. Burada yenə sol dizinin altına bir şey qoya bilərsə, əgər narahatdırsa diziniz. Burada diqqət edirəm ki, məsələn, ayağı belə qabağa doğru aparırlar. Bu çanağı geriyə doğru itələyəcəksən. Və yenə önə doğru onurğam düz bir şəkildə gəlirəm. Əgər gələ bilmirsənsə, əllərin hətta yerə çatmaya da bilər. Orada da problem yoxdur. Bloku bu şəkildə dik də tuta bilərsən. Endirə də bilərsən. Yenə diqqət edirsən, onurğan düz. Bu şəkildə yavaşca qabağa doğru gələ bilərsən. Gedə bilirsənsə, bloklarla biraz da qabağa gedirsən və dabanını yaxşıca yerə doğru basırsan. Sonra, deyək ki, burada xeyli əsnədin. Əlini götürürsən, bu baş barmağını çanağın iç hissəsinə, qasığın iç hissəsinə yerləşdirdim. İrəliyə doğru gedərkən buradan da basıram. Basıram. Və dabanımı sanki buradan sürüşdürüb geriyə çıxardacaqmış kimi yerə basıram. Sürüşdürüb çıxartmıram. Amma sürüşdürüb çıxardacaqmış kimi bunu yerə doğru itələyirəm. Yəni kalçamı, bu çanağımı geriyə doğru çəkirəm. Bax bu şəkildə. Həm geriyə doğru çəkdim, həm də buradan bastım. Və aşağıya doğru gələ bildiyim qədər gəlirəm. Bax bu şəkildə. Yəni, sizin qaldığınız yer haradırsa, orada qalmağa çalışın. Və burada da dizin qabağa gəldisə, biraz arxaya ala bilərsən. Yəni, çanağın arxadakı dizin üstündə olsun. Bu şəkildə. Basıb çıxartmağa da çalışıram, qalıram burada. Burada dərin bir əsnəmə hiss edəcəksiniz. Sonra isə digər ayağım. Və basmağa çalışıram yenə. İrəliyə doğru getdim. Buradan gəlirsə dirsəyini də hətta yerə qoya bilərsən, esnəkliyin varsa. Və qabağa doğru uzanırsan. Həm əlimlə təzyiq göstərirəm, həm də dabanımla. Burada yenə əlin yeri gəlmirsə, blok qoyub bu şəkildə edə bilərsən. Daha sonra sağ ayağımı qoydum əllərin arasında yerə. Solu uzatdım arxaya. Uzada bildiyim qədər. Öndəki ayağım hələ ki 90 dərəcədə qaldı. Yenə əlimdə blokum ola bilər. Ki dəngəmi tapım, yıxılmayım. Bu bir əlimdə tutdum. Arxadakı ayağımı özümə doğru çəkməyə çalışıram. Çəkdim. Tuta bilirsənsə, gedib sağ əlindən sol ayağını tuta bilərsən və yaxud da eyni əlindən də eyni ayağı tutmaq olar.
Tutub çəkirəm dabanımı çanağıma doğru. Dərin uzun nəfəslər al verin. Burada önə bu şəkildə əyilməyin, bədəninizi geriyə aldın, hətta qarnını da içəri çəkərək daha da esnəkliyi artıra bilərsən. Əgər ayağın yerdən qalxıb gəlmirsə, o zaman arxaya bir stul qoya bilərsən, ayağını stulun üstünə qoya bilərsən. Ya da divarda indi göstərəcəyim bu hərəkət çox qəşəng esnədir. Keçdim yenə divarın dibinə. Dizimin altına bir şey alacağım. Burada dizinizin altına mütləq ki bir dəsmal qoya bilərsiniz. Yəni diziniz incinməsin. Gəldim. Dizimi yerləşdirirəm bura və ayağımın üstü divarda. Sol ayağımı da qabağa doğru qoydum. Çanağımı bastırıram. Yəni burada belə dayanmayın. Ya da dəstək ala bilərsən bloklardan. Bu şəkildə əlimin altında blok olduğunu düşünün. Sonra burada əgər rahatamsa, bura qədər esnədimsə, qollarımı yuxarı qaldırıb divardan tutacağım. Birazca da divarı itələyərək esnəyəcəm. Esnəkliyi artırmaqdan ötürü ayağını biraz da qabağa doğru sürüşdürə bilərsən. Daha da esnətməkdən ötürü. Çünki məsələn, Hanuman kimi pozlarda bu üst ayağın esnəkliyi çox vacibdir. Yəni, öndəki ayağımız qabağa gedir, amma üst ayağımız da esnəyib yerə doğru gəlir. Bu şəkildə. Kalçamı, çanağımı yapışdırıram divara doğru. Bax, burada itələyirəm. İtələyirəm, qarnımı da içəri çəkirəm, belimi yapışdırmağa çalışıram divara. Burada da dərin bir esnəmə hiss edəcəksiniz. Burada da qalıram. Bir bunu, bir də bunu edə bilərsiniz aktiv bir şəkildə. Sağ, sol. Və ayağımı yenə önə qoymalıyam. İndi sağ ayağımı qoydum önə. Və buradan bastırdım kalçamı. Geriyə doğru biraz daha gedə bilərəm. Dərinləşmək üçün ayağımı önə uzada bilərəm biraz da. Və sonra çanağımı geriyə doğru itələyirəm. Qarnımı içəri çəkib belimi yapışdırmağa çalışıram. Bunu da bir 5 dəfə eləyə bilərsiniz. Bir irəliyə gəlib, bir geriyə gedərək. Bir hərəkət daha göstərəcəm. Yine dizimin altına bir şey alacağım və öndəki ayağımın altına da bir şey qoyacağım. Yəni corablı da ola bilərsiniz, dəsmalda ola bilər ayağınızın altında və yaxud da bir döşəkçə də qoya bilərsiniz. Fərqi yox. Tamam. Mən hal-hazırda tələsikdə bir salfetka tapdım. İndi dizimi yenə yerləşdirdim bayaqki kimi. Ayağımın dabanını qoydum. Salfetkanın üstünə qoyacağım, amma öncə bir blok alım əlimin altına. Əgər bunu eləməkdə çətinlik çəkirsinizsə, əlinizin altında blok olsa daha yaxşı olar. Bu şəkildə. Getdim arxaya. Getdim. Çanağımı vurdum divara. Və sonra yavaşdan irəliyə doğru uzadıram. Uzadıram. Gedə bildiyiniz yerə qədər. Sonra təkrar çəkirəm. Sonra təkrar uzadıram. Və arxadakı ayaq çalışın bu şəkildə düşməsin yana. Burada da ayağınızın üstü ilə divarı itələyərək saxlaya bilərsiniz. Ayağımın üstü ilə divarı itələyirəm və önə doğru gedirəm. Təkrar qalxdım. Geriyə doğru getdim və önə doğru buraxdım. Bu ən yaxşı yoludur hanımana oturmağın. Sonra digər tərəfi də edək. Yerləşdirdim dizimi, ayağımın üstünü qoydum və dabanımı yerləşdirdim. Burada corabın olması daha rahat edəcək işinizi. Kalçamı itələdim. Hətta biraz da qalxa bilərəm ki, bu ayağımın üstündə esnədim. Sonra təkrar önə doğru buraxdım. Yəni, bura qədər gəlmişsinizsə problem deyil. Biraz amma daha tez buraxın. Yəni, bunu biraz aktiv eləyin ki, oturasınız. Daha aktiv eləyin, amma ehtiyatla təbii ki, özünüzü zədələyəcək şəkildə deyil. Buraxdım və oturdum. Ayağım düşəcək, normaldır o düşməsi. Bunu hər səfərində divarı ayağın üstü ilə itələyərək saxla burada ki, düşməsin. Və bu şəkildə.
Belə. Yəni nəticədə bu texnikalar sənə kömək edəcək ki, arxa ayaq əzələlərin daha tez və sağlam bir şəkildə açılsın. Yəni hanuman etmək yeni yoqaya başlayanlar hər kəsin arzusudur. Ümid edirəm ki, bu texnikalarla siz də hanumana qısa bir vaxtda oturarsınız. Amma bu dərsi sadəcə bir dəfə etməklə yox, hardasa bir həftə, 10 gün davamlı bu hərəkətlər etməklə daha tez nəticə əldə edə bilərsiniz.